Moskva prospektinin Şamaxınka adlanan hissəsində Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hərəkətin təşkilində bəzi dəyişikliklər həyata keçiriləcək və bu dəyişikliklər çərçivəsində əraziyə işıqforun quraşdırılması da nəzərdə tutulur. Lakin Şamaxınkanın ən əsas problemlərindən biri isə arxamdakı yerüstü piyada keçididir. Təxminən bir neçə il bundan əvvələ qədər, yəni piyada keçidi bu əraziyə quraşdırılmamışdan əvvəl vətəndaşlar eyni səviyyəli keçid vasitəsilə yolu qarşı tərəfə rahat şəkildə keçə bilirdilər. Bu piyada keçidi ərazidə quraşdırıldıqdan sonra vətəndaşların yolu keçməsində bir qədər çətinliklər yarandı. Xüsusən azmobilli şəxslər yerüstü piyada keçidi vasitəsilə rahat şəkildə yolu bir tərəfdən qarşı tərəfə keçə bilmirlər. Lift işləmir. Lift işləmir, cəmaat hamıca əziyyət çəkir. Bütün əhali bu yoldan istifadə edir. Halbuki orada o pləkanın özünə baxırsınız, narahatdır. Pləkanlar daha demək olar ki, mərmərlər də sınıqdır. Ayaq qoyursan, mərmərə düşür. Və bu hündürlükdə bəzən elə külək olur ki, buradan keçmək mümkün deyil. Bəzən keçən dəfəki küləkdə inanırsınız, ananın əlindən uşağı məcbur biraz da keçsəydi atacaq idi yerə. O günləri əsinə olan qadın o pləkan ora işləmədiyinə görə bu pləkanla qalxıb həkimə gedə bilmədi. Niçin? Çünki ayağını qoya bilmədi. Əsinə idi. Mən özüm də köməklə, vicdanım qadındır, uşaqdır, hamilə qadındır, körpə. Mən özüm köməklə qaldırıram. Uşaqla qalxanlara əlbəttə narahatdır yəni. Bir də qocalar, yaşlı adamlara narahatdır. Yeyə bilmirlər, qışları ağrıyır. Qoca qadınlar, ağır bir səbəbsə, onlara İstər-səbət təsir edir də. İndi özünüz görəcəksiniz, bax, çıxanda görürsünüz, nə zülmə, tən nəfəs olurlar. Biz cavanlı çıxırıq, yaşlı adamlar çıxa bilmir axı qurban sana. Əvvəl zolaq var idi, buradan rahat keçirdim. İndi mən cavanam, keçə bilirəm, pilləkəni qalxıram, gəlirəm, çox çətindir. Amma baxırsan əlillər var, ahıl insanlar var, qoca insanlar var, onlar keçə bilmir. Bu yerdən olsa daha uyğundur. Yenidən təşkil olunursa ərazidəki hərəkət, svetoforlar quraşdırılırsa, eyni səviyyəli zebralı keçidlərin də təşkilinə ehtiyac var. Çünki ərazidə yetərincə böyük avtobus axını var. Prospektin hər iki istiqamətində dayanacaqlar mövcuddur və bu dayanacağa gedən yol bir kvest kimi olmamalıdır. Daha rahat təşkil olunmalıdır. Az mobilləri nəzərə alınaraq, bu da indiki layihə çərçivəsində də mümkündür.